Başlayaq. Başlayaq inşallah. İndeksdə işləmə nə idi? Main.py. Deməli, copilot. Heç alışmamışım. Bir üstüne sen. Ben de böyle. Ayda. Sonra şöyle Etirəşi bəlkə yerimdə oturur. Son itiş mi var? Aa, sənin yaşında ailə saxlayır kişi. Aa, istəyirəm. Stulları qoyun üst-üstə otursun orada şəhərdə. Ama dersinler de bir de dersin ortasında. Oradan bunu sana da varsa ondan da. Deməli, öyle de var herhalde. A bərabərdir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 0. Gəldi indi nəyə? Hansı açar sözə? In açar sözünə. In. Bunu göstərmişdim sizə. Python köşdəydi. Sonra yazam ki, if Bir in A print elə ki, bəli bir A-nın içindədir. Else halında yok. print bir yoxdur. Gəlib baxsaq, Neyse bir var. Hep bende bir anın içinde. bəli, içindədir, yox, içindədir. Telefon? Ha, yox. Mouse tutmuşdur önümdə. Bu in açar sözdür uşaqlar. Nə üçündür? Listin, stringin, sonra tuplun içini yoxlamaq üçün istifadə olunur. Həmin element orada daxildir yoxsa yox. In açar söz. Yeni gəlib buradakı biz if-else yaxşı bir şeylər yazmamışıq hələ ki. Elə yazaq. Tutaq ki, if-else bir dənə kalkulator yazaq. Yox. Deyirəm ki, yox, kalkulator. Tutaq ki, operator daxil edəcək. 10 klik sadece yapıyoruz. N1 bərabərdir nəyə? Input Adamı takip birinci ədəd daxil. Yani şey lazım. İlk lazım. Operator, input, İlk lazım değil. operatoru takip daxil edin. Yəni də N2 input ikinci ədədi daxil edin. Və gəlirəm nə edirəm? Yəni burada, yəni də burada. Bunları çevirəcəm int-ə. Niyə? Çünki bizə string qayıdır, ona görə. İndi gələcəm buradan deyəcəm nə? If əgər operator bərabərsə salam. Niyə? Oldu. 100 manat dərmə. Print eləsin nəyi? Print eləsin. N1 plus N2 bərabərdir N1 plus N2. Siz başa düşdünüz mən nə yazdım? Ona gösterişli yani. Bunu göstəriş üçün yazmışam ki, görünəndə elə görsənsin. Olsun. Prosta dənsal görsənəcək. Onu görə. Sonra uşaqlar, yazıcı JavaScript-də else if var idi. Buradakı adı elifdir. Ondan göster. Oradan göstərmişəm. Bu ne yazdı? Bu yanlış mı? Oradan yazmışsınız. Hə, yazmışsınız. If hə. Denən dəfə. Dəfə dənə. Bir de 10 sıkıntı. Orada bir sıfır değil. Hemen. Sana olur. Yeni partladı. Bəli? Sana Allah. Kaçan sualdır? Deyil. Sana Allah nə deməkdir? Sen Allah. Sən Allah. Sen Allah diyorsun herhalde. Nə demək sən Allah? Ümumiyyətlə fəlsəfə niyə var? İstemezsin. Fəlsəfə niyə var? Olsun ağzına diye var. Vaxtsız. Buradan belə. Print. N1. Hep mi yaptık ben? F-string də. Stringin içində bir Python ifadəsi yazaq deyə. Bilmirsən, Ömər.
Niyə? Mən yadımda yox. Neyini? Sonra ayın axırı qrupdan çıxanı deyərəm sənə. Niyə? İmtahan olacaq. Əgər imtahandan yetəri qədər bir bal yığmasaq, yetəri 100-dür. Öyle yok yani. Minimum nə qədər? Minimum 60. Onun işlər haqqı. Hələ neyin geçmək? Qalxdı. Mən qaldırdım. Yox. Yalnız burada imtahan nəzərə alınmır. Tam bir ay ərzində sən necə özü aparmısan, sakit oturmuşsan. O sən bilmirsən, mən bilirəm. Olsun. Sonra yazma qüvvəti yüksəltməni. Print F N1 N1 N2 else halında düzgün operator daxil edin. Bura baxın. Gəldim, nə edirəm? Deyirəm ki, ayda, ürəyim sıxılır, bir dəqiqə. Şöp. Birini də daxil edin. 12. Operator. Plus. İkinci ədəd 12. 12 plus 12, 24. İndi o birişlər də yoxlayaq. Çıxmanı. 12, çıx, 12. Çıx. Bir şey yoxlayacam. Görün düzgün işləyir. Niyə? Abi burada 9 yazdı. Şimdi gördüm. Aferin 9 yazdı. Bəli, Firidun müəllim. Sözde bakılalım. Yox. Sizi vaxtınızda dışarı baxın. Düzgün işləyir. Hə. Mənim bu 111 dedi. Aynen şurada bir şey geyiz. O vaxt mənə bir dənə yaşlı dayı var idi. Mümkünsüz. Həmin dayı ancaq kalkulyator satırdı. Ancaq ha, bizim kənddə. Ancaq kalkulyator satırdı. O mənə deyirdi ki, bir dənə o formada yoxlayarsan, bütün şeyləri yoxlayarsan. Əgər elə çıxırsa, hamısı bir çıxırsa, deməli kalkulyator düz işləyir. İptal yok. Ben yok. Amma ki, həqiqətən mənim qabağıma çıxıb ki, o hamısı bir çıxmır. Küresel olarak ben yönet kitabı olur. Olur. Sen o tatlı bandında oynayacağız. Vay bu Ha. çok belli. Mən bir dənə sıfırı var. Aysa, bax, məsələn, bundan sən fərqli çıxdı. Axı 8-i yemişsiz orada. 8 yoxdur. Müəllim siz yemişsiz. Bilirəm, 8 olmalı deyil. Yoxdur ondan. Olmalı deyil. Yazsana. Yani 1, 2, 3, 4, 5, 6. 9'a kadar diyor. 8 yoxdur. Yəni bir danış. Bir. Ha. Umarım. Ay umarım size olmamış. Yeter. O yüzü bilmem. Hayır, bilmem burada. Öyle şu an. Bir, Abi beni bir 9. 9. Bu da belə verir. Yaxşı, online kalkulator. Bir dənə kalkulator tapaq. Çox belə axırıncı variant kalkulator olsun da. Old kalkulator. Normal kalkulator yoxdur. Online kalkulator. Kalkulator diye niye bir tane bir site var ya? 8. Niyə də? Onun da dinləyimə sənə yardım oluyor. Aha. Durum sen diyor. Online kalkulator. Ha, bax məsələn. Bu nədir? 1, 2, 3, 4, 5, 7, 9. Vur 9. Oy ya. Ceyhun olan tamam. Sen öyle şu olabilir ne kadar oluyor? Alır. Ya senin şeyinizi yazdığınızı işte. Ne yapsanız? Kimse direktden sağ ol. Sağ ol. Sağ ol. Ulan bir değil. Online kalkulator. Bax, məsələn, bu məsələ mənə gözümə yaxşı gəlmir. Bu kalkulator gözümə yaxşı gəlmir.
Əslində bunların satma ehtimalı yoxdur axı. Hamısı açıq bomba eyni kodla işləyirlər. Ben haytamsa yansıtma işlemleri. Yox. Hər şey kimsə paylaşır. Orası da düzdür. Səhv çıxma ehtimalı yox. O büyük bazarın sorunu sen çıkartma. Aparat var, tablet öz aparatı. Orada çıxırdı. İstifat yalnız. Müəllim, onda mən gedim, yəni kalkulyator alım gəlim də sorun. Get. Get də. Hə, yes. Ha, get. Dərsin axı kimsə aparır. Aynı bir şeydir. Necə? Aynı bir yer. Hayır, mən. Buradan indi 2 dəqiqə gəldi. 50 çox. Nə bilim, burada over market var. Tamam, artık. Buradan bir şeyler alım gəlim. Aha. Bax, if nə kanalda yaza biləcəksiniz. Sonra. Sənə bir dənə task deyin yazaq. Uşaqlarla. Task. Biz de var. Yox, bir yerdə. O bir sıra var ki. Onu yazmışsınız da. Nə var ki? Yazmışsınız. Task. Tamam. Windows yazıyor. Ədədin rəqəmlərini zəhmini tapsın. Ədədin rəqəmlərini zəhmini. Oo, qəşəng. Hə, Bax, uşaqlar, inputdan rəqəm daxil olacaq. Formada. Mən ədədi ortaya Bura baxın. Əlif. Yox, Ədədi ortaya yazamıyorsun. yox yazamıram. Amma yox yaza bilirəm. Bax, yazdım. Bax, uşaqlar, sizin tapşırığınız nədir? Bunu siz işləyəcəksiniz. Orada gəlin seçənin kateqoriyasını Python içərisində. Çıxar. Seçən formu. Ha, yaza bilərəm. Nə yazılır? Deyim. Rami'nin şeydi. Hələ JavaScript-də C++ yazmaq olur. Bilmirsiniz? İnanmırsınız? JavaScript-də C++ yazmaq olur. Devam. Bunu bir dəfə bizdə Ramin müəllim var, o zarafat eləmişdi. Ondan sonra müəllim demirəm. Hə, uşaqlar, tapşırığınız nədir? Tapşırığınız. Əl çək, Elşən. Əl çək. Tapşırığınız nədir? Inputdan rəqəm daxil olacaq. Rəqəmin hər bir rəqəmini toplayıb cəmini qaytaracaq. İşte, başlayın işləməyə.